50 heyvan gətirim, 100 manat ona veririk. Bəla deyiləsi deyil. Deyir, gəldiyin maşına da 2 manat əlavə ver. Ya vertolyot versin bizə. Ki, gələndə maşınla gəlməyək, o heyvan vertolyotla qonsun. Çıqqını buzvada 4 manat yazırlar. Bura İmişli rayonunun mal bazarı kimi tanınan ərazisidir. İğnə atsan yerə düşməz. Alıcı və satıcı sarıdan bazar korluq çəkməsə də son 2 həftədir bazara giriş üçün ödənilən məbləğin və digər xərclərin süni şəkildə artırılması narazılığa səbəb olub. Mal bazarındakı satıcıların səsi müştəri cəlb etmək üçün yox, etirazını bildirmək üçün yüksəlir. Lakin nə fayda? Bazara daxil olan saysız hesabsız maşınların hər biri mütləq 2 manat məbləğində ödəniş etməlidir. Hansı ki bu qiymət təxminən 2 həftə əvvəl 1 manat olub. Üstəlik xırda buynuzlu heyvan başına 3, iri buynuzlu heyvan başına isə 4 manat pul ödənilməlidir. Mövcud vəziyyətdən şikayətçi olan fermerlər deyir ki, satış edə bildik, bilmədik fərq etmir. Yenə də əlimiz cibimizdə olmalıdır. Elə vallahi ayda bir daha qaldırırlar. Başlayır hamısı 1 manat. Hamısı 1 manat xal olur. Alver də yoxdur. Çox zəifçidir. Heyvanı bir kətdən 3 manata getirim. Hər heyvanda da 2 manat mağa qalmam. Bunu biri yanacağın, ikində bu mən uşağıma nə aparmalıyım mən? Bazarda qiymətin yüksəlməsi heyvanların daşınma xərclərinin də artmasına, bilavasitə ətin qiymətinin də yüksəlməsinə gətirib çıxarır. Məsələ ondadır ki, bura alış məqsədi ilə gələn insanlar artıma heç bir əsas tapa bilmir. Çünki bazar ərazisində hər hansısa abadlıq işləri görülməyib və satıcılar üçün əlavə şərait yaradılmayıb. Yəni xidmət eyni qaldığı halda qiymət mütəmadi olaraq artır. Ətin başa gəlməyi, bura gəlib çıxmağı elə bizim üstümüzə düşür. Hardasa 12-13 manata. Biz də satırıq 14 manata. Yol puludur, bazar puludur, qapı puludur. Bunları da hesablayanda yıxılırdı. Fermerlər çıxış yolunu, bazara giriş-çıxışın, eləcə də satış etmək haqqının dövlət rüsumu şəklində təyin olunmağında görür. Yəni qayda qanuna uyğun şəkildə kassa aparatı ilə ödəniş edilsin ki, həm dövlət büdcəsinə vergi daxil olsun, həm də kimliyi məlum olmayan şəxslər kefi istədiyi kimi qiymətləri yüksəltməsin. Bir dənə bu boyda çeklə hər gecə 1 manat bazar pulu nətər qalxa bilər? Kassadan keçmə aparatla həmən bizi bu hər bazar yığılan neçə minlərlə pul oturar ölkəmizin büdcəsinə. Kassa aparatı ilə qanunu. İddiaların nə dərəcədə həqiqəti əks etdirdiyini isə elə öz gözlərimizlə də müşahidə edə bildik. İmişli mal bazarının girişində dayanan işçilər əlində bir kağız parçası ilə bazara daxil olan malqaranın hesabını aparır və özlərinin təyin etdiyi məbləği həmin kağızlara yazaraq kusta rüsulla qəbz kəsirdilər. Məsələ ilə bağlı sual verməyə macal tapmamış, kimliyi məlum olmayan şəxs çəkilişimizə müdaxilə etməyə çalışdı. Yox, söz soruşuram, müəllim, işə mani. Sadəcə ki, çek yazıb verir. Tamam, işinə mani olsun. Ortadakı cavabsız sualların cavabını burada tapa bilməyəcəyimiz açıq-aşkardır. Odur ki, bazar rəhbərliyi ilə əlaqə saxlamağa çalışdıq. Xoşbəxtlikdən bazarın məxsus olduğu Muğan Agro MMC-nin sahibkarı Əziz Quliyev obyektivimiz qarşısına keçməyə razılıq verdi. O qiymət artımının səbəbini belə izah etdi. İnsanların əmək haqqısını qaldıra bilmirik, yolları işləməyə cəlb eləyə bilmirik. Yəni onlar 3 il, 5 il bundan qabaq aldıqları məvacibdən daha çox məvacib tələb etdiklərinə görə mal bazarının ərazisi 10 hektara yaxın ərazidir. Son bir həftədə 100 maşın, uzun maşın təbii ki, yolmuş daş tökülübdür. Yəni bu böyük bir məbləğdir. Təqribən 50 minə yaxın bunun 3 gün, 4 gün qreyder işləyibdir, yayıb hamarlayıbdır. Maraqlısı ondadır ki, sahibkar fermerlərə təqdim olunan kağızların qayda qanuna uyğun qəbz olduğunu bildirdi. Biz burada dövlət çekin verib, biz bunlardan rüsum tələb edirik. O ətin bahalığıdır, malın bahalığıdır. O onların vətəndaşların saxladıqları heyvanında olan problemlər. Qeyd edək ki, adı çəkilən bazar özəl mülkdür və cavabdehlik sahibkara məxsusdur. Bu da o deməkdir ki, o nə hava çalsa, satıcılar da onu oynamağa məcburdur.